26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Audio-Vizual Şuranın onlayn iclası keçirilib. Bu barədə Şuradan məlumat verilib. Bildirilib ki, ARB televiziya kanalının efirində 21 may 2025-ci ildə yayımlanan Elgizlə izlə proqramı zamanı səsləndirilən fikirlər müzakirələrə səbəb olub. Qeyd olunan proqramda kişi-qadın ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən Şura aparatının audio-vizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər media haqqında Azərbaycan Respublikası qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi, gender ayrı seçkiliyinin təbliği kimi qeydə alınıb. Şura üzvləri məsələni diqqətlə müzakirə eləmiş və yekdilliyi ilə bu dialoqun cinsi ayrı seçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Sonda Audio-Vizual Şuranın üzvləri ARB kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib. Bütün yayımçılardan belə müzakirələr zamanı qanunvericiliyin tələblərinə əsas tutmaları tələb olunub.